İzlə saniyə. Deməli, hə, bunlar heç qalsın. Problem deyil. Okey, bunu bir dənə də run eləyək deyəcəm. Burada nəsə bizim bir dənə problemimiz var idi. Buyurun olsun. Bax, burada bayaqları slide geri yazanda, daha doğrusu indi də görürsən, bax, xəta alınır. Bax, burada xəta, düzdür, biraz əslində gözdən qaça bilən xətadır. Nə ilə bağlı? Bax, bizim yörelimizə bax, slide geri yörelimimiz bu formada işləyir. Burada bax, V1 görəcəksən. Biz slide geri, bax, düzdür, tam detallı məlumat yoxdur. Əlavə eləyəndə parametr adətən bax, bu hissəyə fikir ver. Burada deyir ki, bax, name, user friendly bir şey olması lazımdır da. Prosta burada demir ki, şeylə əlaqəlidir. URL-lə iminli belə deyim də versiya ilə bağlıdığına bağlı, versiya ilə daha doğrusu birbaşa deyil, versiya ilə bağlı olduğunu demir. Ona görə adam biraz çaşa bilər. Birincisi deyilimiz user friendly olmalıdır, URL-lə bağlı olaraq da. Adətən də o nə gedir? Məsələn, bu formada yox, ya adətən user friendly necə gedir? Boşluqlar olmur da və yaxud xüsusi simvollar var. Nə bilim, mötərizədir, ulduzdur, nə bilim, dollardır, bizim işıqdır, sonra çığdır, bunlar olmur da. O kimi şeylər deyirlər user friendly olmayandır. URL səsi rahat olsun. Məsələn, belə bir şey olan. Prosta elə dediyimiz bax burada qeyd elədiyimiz hissə var ya. Bu Swagger URL-nin bir hissəsidir. Həmin bax buradakı V1 olan hissə var ha. İminli birbaş orayla əlaqəli olan hissədir. Biz əgər burada by default olaraq Swagger-in URL bax belə gəlir. V1 də burada versiyanı göstərir bu arada. V1 o demək ki, birinci versiya. İndi versiyalaşdırma məntiqi tətbiq eləyəndə, məsələn, ola bilər ki, belə API-lərimiz çox ola bilər. Zaman-zaman ola bilər ki, məsələn, proyektimiz, layihəmiz işləyir. İndi elə bir şey oldu ki, var olan API-mizin birində dəyişiklik etmək lazımdır. İndi o API dəyişiklik eləyəndə, ola bilər ki, bu beləndə vebsayt bir neçə adamda işləyir və yaxud bir neçə nə bilim yerə satılır və yaxud necəsə də o kimi çox dəyişiklik olandan söhbət gedir. Xırda dəyişikliklə xətanın düzəltməsi falandır. Bundan işimiz yoxdur. Əgər belə deyim də köklü və yaxud çox dəyişikliyi varsa, o halda həmin kontrolleri də saxlayırsan V1-lə, bir V7-lə. Oxşar eyni kontroller yaradırsan V2 olaraq. Onun içərisində yazılanları təkrardan yeni məntiqlə yazmış olursan. Bu nəyə verir? Sənin əgər həm köhnə API-in qalmış olur, ola bilər ki, belə deyim də layihəvin və yaxud da müştərivin bəzi hissəsi köhnə API ilə işləmək istəyir, bəzisi yeni API ilə. Ona görə versiya məntiqini tətbiq edirsən ki, qardaş, sən köhnəni istəyirsənsə V1 ilə, yeni istəyirsən V2, lap yeni istəyirsən V3. Belə-belə versiyalaşma tətbiq edirsən. Həmin versiyalaşma vaxt odur. Necə ki, məsəl üçün proqramda və yaxud da nədir o? Düzdür, Apple və yaxud belimdə telefonda proqramlar gəlir, yeni versiya çıxdı, nə bilim burada bug fix oldu, nə oldu, nə oldu. Bu da eyni belimdə məntiqlə işləyir. Hə, by default bu açıldığını. İndi görə gözlə bunu da deyəcəm. Gəlsə indi bax bu hissəni onda məcburuq ki, biz orada verilən formada eləyək. Əgər işləməyini istəyiriksə, böyle bir dənə run olsun. Bir də by default biz URL-imizdə gəl dəyişək, swagger açılsın. Hər səfərində biz yeni URL şey dəyişməyək. Dəqiqə bunun üçün lan settinqi açmamız lazım. İSlə çalışanda Waze of Forecast yox elə opsiyon. Waze of Forecast yox swagger yazacaqdıq. Elə buranı söndürək bir saniyə. Swagger eləyək. Burada KD eləyək. Mesela əgər səliqələməyə ehtiyac varsa. Tamam run eləyək. Birbaş swaggerimiz açılsın da daha uğraşmayaq hər səfərində nədir. Bax bu şəkildə açıldı. Bax indi bayaq yazdığımız məlumatlara fikir ver. Gəldi çıxdı məsələn lisans idi, nə bilim e-mail idi bax. Bura çıxdı, sonra development web saytı bura çıxdı, qısa notlar nə bilim bura çıxdı. Bax həmin title'ımız da bura gəldi. Bircə saniyə. İndi buradakı hissələr var idi. Email to developer. Mail to-nu avtomatik olaraq özü əlavə elədi. Üstünə title kimi vuranda fikir ver. Ekranın aşağı hissəsində temperaturun yuxarısında həmin bizim mailimiz çıxır. Prosta onun əvvəlindəki mail to-ya fikir versən, o HTML elementidir. Gəl sən lap aydın şəkildə bax belə də baxa bilərsən. Sağ düyməni vurduq. Bax bu hissəyə fikir ver. Send email alıyıb. Bunu özü çıxartdı zaten tekst olaraq. Onu da təmin edə bilər. Mail to-ya fikir ver və demo mail.com
bizim yazdığımız belə olması lazım idi. Bir saniyə. Görməyə. Biz yazdığımızı əks etdirməliydik. Hə, bax görsən demo mail. Da maili bu şəkildə verdi. Arxada özü Swagger generasiya elədi ki, onu HTML elementinə çevirin, bu şəkildə qoyun. Adı da zaten burada. Send to email. Send email to. Bax buradakı sonrakisi developer Ali'dir. Sonra developer Ali burada adıdır. Bir saniye görüm hardakidir. Hə, bu adı. Bu hissə nə idi sorma? Website. Hə, website-a bax biz hardasa URL verdik. Hə, YouTube-a URL də verdik. Bunları yəni bu şəkildə verdin. Normalda indi nə ola bilər? Məsələn, əgər sən web layihələr hazırlayırsansa, sənin bir profilin olur da, portfolyon olur və yaxud sosial şəbəkə hesabın ola bilər. Nəticədə, yəni səninlə bağlı olacaq məlumat. Onu burada yerləşdirirsən ki, məsələn, bu saytın belində developmenti sənə aiddir. Və burada da dediyim kimi notları yerləşdirirsən. İndi bax nəyə qayıdaq? Burada gördüm bax həmin bu V1 məsələsinə. Bu əslində by default gəlir. Bunu biz dəyişə bilərik. Deməli hardan API use Swagger UI. Səhv eləmirsə buradan da biz onu dəyişə bilərik. Gəl buradan setting deyək. Burada settingin içində nəsə olması lazımdır. Origin'dir, URL id, nə isə bir saniyə. Deyən görmək. Saya URL idi, keyword. Provider documentation URL pass. URL pass var. Prosta bu URL'in hissəsidir. Bircə saniyə. Və yaxud da ola bilər endpoint. Nəsə belə bir şey. Ya endpoint ya da Swagger endpoint. Səhv eləmirsə bu olacaq. Gəl buna bir dənə klik eləyək. Göstərəcək biz onsuz. Description. Swagger JSON endpoint. Can be fully clear. Hə, okey. ISO budur. İndi bax gələk bura nə verə bilərik. Bizim URL-imiz hardaydı? Bax. Bu da düzdür. Copy link adres. Deyirik ki bunu bu arada bu deyəsən. Bu dəyişən yox. Əslində bu funksiyonlu. Ben dedim deyil. Biz bunu dəyişən kimi gördük yoxsa? Ha, bu extension funksiyadır bax. Görsən izah sözünə Swagger option. Biz göndərə bilərik deməli URL, bir də ad göndərə bilərik. Gəl yoxlayaq. Deməli buna göndərik bura. Adda istəyirsən Swagger demo deyək. Qeyd eləyə bilərik. Hə, indi bax biz buradakı V1-lə bunu əlaqələndirə bilərik. Əgər biz istəyiriksə bura məsələn test bir şey yazaq, onda gəlib mütləq ki burada da test olaraq qeyd eləməmiz lazımdır. İndi təkrardan run eləyək. Run edən çox pəncərə açdıq. Yenidən xəta aldıq. Bir saniyə. Yox, yenə bu V1 çıxdıq. Dayan. Bu V1 çıxdı. Bu bunu heç tanımadı. Development müddü Swagger'in UI-dır. Bu da düzdür. Swagger doku əlavə elədik. Maraqlıdır. Bircə dəqiqə. Bunun URL hissəsinə yəni baxaq. Tam string URL demək can be fully qualified or relevant to current host. Hər şey əhatə eləməlidir. Bax URL verə bilərik. Description bu görünəcək hissədir drop down-da. Bir də kiçik bir sual verə bilərəm. Buyur. Abi burada 2 dənə yazıbsan, 2 konfigurasiya edibsən. Bu Harda? axırıncı yazdığın Hə. oversin, override edir, yoxsa nətər? Yo, burada fikir ver. Bu URL hissə ilə bağlı olan bilən bir şeydir. Drop down zat var ha burada. Hı. Bax buradakı falan da onlarla ya və yaxud da həmin biz bu Swagger'in URL-nə gəlirik. Bir Hı. dəqiqə onunla bağlı olan bir şey. Bir saniyə bir şey yadımdan çıxdı. Gözlə. Sən deyəcəm. Biz burada bunu yox əslində. Bax, bizə orada dəyişiklik elədik. Bura şeyin çıxması lazımdır. Test yazdıqda. Okey, burası düzdür.
Bax, bayaq deyirdim, məsəl üçün də UI paketlərin bəzisini yükləməyəndə sənə bu formada JSON verir. Hər şey əslində JSON formada verildi, özündə oxuyur, ondan sonra bu JSON çevirir sənin üçün bax belə UI-ya. İndi deyəm bir dənə onu düzəldəcək. Biz burada şeyi dəyişdik, URL-i. Ona görə V1 artıq burada işləməməsi normaldır da. Bax, bunun verində görsən də heç bax heç nə tapmadı. Çünki biz burada URL dəyişdik. İndi bircə dəqiqə bu indeks faylının başına biz nə yazmalıyıq, oynamalı. Məncə bax, den. By default əgər onu götürürsə, bax, bura test yazsaq. Yox, götürmədi bunu. Yaxşı sualdır ki, bu necə açılacağında. Onda ola bilər biz bunun indeksi ilə də oynayaq. Bax, həmin V1 tapılmadı. Prosta gəl və biz bunu V1-ə qaytarsaq, qaydasında işləməlidir. Biz indeksin də bunu dəyişməmiz lazım onda. Yəni təkrardan run eləyək. Bunda qaydasına düşür. Bu JSON da qaydasına düşür. Second API. Bircə dəqiqə bizim yazdığımız bəs bu title'lara getdi. Swagger demo. Bu heç görükmədi bir yerdə. Yəni ya HTML eləməz, ya necəsə əlavə eləməsi lazımdır. Mid hissədə gör title yox, heç əzmədir ki bunun. Birinci isə bunun elə bir funksiyonallığı olmadı. Bax, bizimki development düzdür, swagger endpoint. Gör başqa nə setting var. URL. Deməli, swagger documentation URL pass. Bir saniyə cavabına baxacaq. Görə bu nə deyir? Hayır, bu başka. De ki get or set realize URL pass to root expose variable configuration URL. Bu URL'in qarşılığı nədir ki? Expose swagger document root. Deməli, bu JS faildir, JavaScript ondan işimiz yoxdur. OS configuration interceptorları var. Dayan, bu əslində document title'dan gəlir. Swagger option'dan. Maraqlıdır ki, bu niyə dəyişmədi? Dayan. Bircə dəqiqə. O, hardaydı o özelliklər. Current eləyək. Deməli, Swagger bəlkə Swagger UI option. Root prefix var, Swagger var. Burada dokumentin title da var. Okey. Bizə də görə bunu əslində kənardan dəyişə bilməliyim. Normal bildiyimiz property. Ben görüm, heç olmasa bunlar işləmişsə. Yəni bizə dəqiqə gəl bura. Test 1, 2, 3, 4 yazaq. Ya 2, 3 olsun. Heç əzilmədi bunu deyəsən. Əzə bilmədi. Bizə dəqiqə buraya bir point qoyaq. Əslində bax görsəniz, Swagger UI burada gəlir. Biz bunu mənimsədirik. Amma əks olamı. Swagger API yox çıxmalıdır. Tamam. Okey, mən bunu bir dənə qurcalayaram. Nəsə burada uyğun yerində deyil. Tamamdır. Gəl bizə dəqiqə nə yoxlamanı göstərək. Deməli, bax, istifadə olma qaydasını artıq belə edəndə bilirsən də müəyyən qədər rahat şəkildə belə elədik. Burada əgər biz breakpointumuzu görmək istəsək, gəl bir də dəqiqə bura keçək. Okey.
Burada string yazıq. Burada bizim bookmate ise book məsələn 23, müəllifi, autor, məsələn 33 tutaq. Şimdi burada da execute verəcəyik. Burada həmin bizim belində parametrlərimizdən də gördüyümüz kimi hər biri bax burada debug şəklində görə bilərsən ki, frontdan ötürülübdür. İndi burada okey. Request'i cari anda imtina eləmək istəsək, belə deyim də, cancel də eləyə bilərik, sıfırlamaq istəsək resetdir, nə bilim, burada tip əgər dəyişikliyi olsa, e, əslində adətən JSON formatında olur. Və Plus-dakı bunun özü Swagger artıq avtomatik tutuyor. İşte nəsə üçün text formada bir şey göndərmək istəsək text JSON, onu bu formada da eləyə bilərik. Bir saniyə buradan bu breakpoint'i buraxaq. Buranın heç elə bir adətən dəyişikliyi də eləmir. Hə, buradakılar da zaten bax bizim nəyin əsasında oxuyur. Bax buradakı parametr nədir? Keçir bu kitabın içinə. Başlayır buradakı bütün məlumatlar oxumağa. Məsələn ID, nə tipindədir? Bax bura fikir versin, görsən 0 verir. 0 nə idi? Int tipindən və ya rəqəm tipindən olan dəyişənlərin default values. Onu çıxardır verir. Sonrakı bax görür ki, stringdir. Sənə stringi bu formada çıxardıb verir. Məsəl üçün bax indi burada fərz eləyək ki, bookla bağlı ə, gəl bool tipində bir dəyişən də verək. Bool məsələn is read. Is new olsun da. Yenidir və ya köhnədir də. Biz bunu təkrardan run eləsək, ax gözə. Gəl buna default value verək. Çünki çox yerdə partlayacaqlar. Çünki o istifadə edənlər xəta verəcək ki, bu konstruktora parametr göndərmədi, məsəl göndərdi. Hə, bunu da baxaq. Bunları mən bir dənə çək eləyərəm. Qayıtdıq bura. Bax, burada fikir ver, görürsən, hər birinin default dəyəri nədirsə, tiplərin hər birini oxuyur, sənə uyğun olaraq nəticəni çıxarmış olur. Bu okey, amma bax, biz burada bayaq yazdığımız görürsən, bax, hardaydı o, deyəsən silindi. Hə, biz onu cancel reset elədik ona görə. Biz bayaq yazdıqlarımız silinə bilir. Düzdür, məsəl üçün müvəqqəti olaraq saxlaya bilərik. Atıram necə? Məsələn, bax, burada biz 2 yazmışıq, düzdür. Gəl burada belə bir şeylər yazaq. Burada da belə bir şeylər yazaq. Tamam, test elədik, əlavə elədik. Bu arada siyahını da görmürük, onu da qaytararıq. İndi burada qaldı. Məsələn, bizim brauzerimiz bağlansa, bu məlumatlar artıq itəcək. Brauzerimiz bağlansa. Düz birbaş indi mən bağlamanı kəsmişəm belə. Visual Studio'nun birinci default olaraq gələndə adətən şey eləyir. Bu close olan kimi bunlar da bağlanır. Onu prosta saxlamışam deyən. İndi biz buradan tutaq ki, gəl return listə eləsək. Bu arada onda biz tipi dəyişməmiz lazımdır. Bircə dəqiqə. Bunun üçün biz geri nə qaytarırıq? List tipindən book idi deyəsən. Bu da bu formada verə bilərik. Tamam. Məsələn, bu hissə görürsən, hər səfərində başdan qaytarır. Düzdür, məsələn, brauzerimiz açıq qaldığına görə təkrardan biz bura gəlib execute eləyə bilərik və siyahıya əlavə olunmuş datamızı görə bilərik də aşağıda. Hansı ki, bax, əlavə elədik. Bu da onun responsudur. Amma məsələn, brauzerimizi söndürsək, ümumiyyətlə bağlasaq da, sonra yəni bura açıq qalmasa tablardan hansısa biri. Bu sadəcə brauzer yox, hətta tabu belə bağlasaq, gəlirəm kopyalayaq, məsələn, bax, bu bağlandı, getdi. Kopya edib saxladığıma görə təkrardan bunu əlavə eləyə bilərəm, yoxlaya bilərəm, bu problem deyil. Amma ki, uzun müddətli qalmaq istəyiriksə, kompüterimizlə restart oldu da qalsın falan olsun istəyiriksə, onda biz API toollardan istifadə etmemiz lazımdır. Məsələn, Postman-də Insomnia-dır. İndi bir dəqiqə məndə Insomnia olmalıdır. Bir saniyə açılsın. Bax, keçdik bura. Eyni qayda Postman-da da keçərlidir. İndi heç yükləyib eləməmsən ki bunlardan. Postman yükləmişəm bir dənə. Hə, istifadə eləmirsən ondan. Ha, istifadə edirəm. Hə, okey. Onda gəl burada da qısa olaraq belə göstəreyim. Demo yazaq. Send request. Deməli, burada bizim first requestimiz olacaq. Hə, bax, buradan zaten eyni qaydada Postman-da necə şey eləmək istəyiriksə, URL-imizi bu şəkildə verə bilərik.
Hə, hətta bayaqki şeydə göstərim. Gəl belə eləyək. Copy link eləyək. Burada bir yerdə import olması lazımdır. Finish to request from file from say URL. Biz sizə görün bunu tanısa. Hə, say URL istəyir sonra bu deyil. Event WebSocket new folder yox. From file. Hə, əslində bu say URL-də düzdür. Biraz qəribə bir şey olması lazım. Invalid. Hayda, say URL yox. Gözlə. Bunu daha rahat olması lazım. My collection from file. For training duplikat. Tak bu hataydı. Menüler yadımdan çıktı. Send your Fox Edition to tık 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 tık. Yok okey neyse onu diyen taparım. Bizce dəqiqə. Biz rahat şəkillərdə test eləmişdik. Elə onun URL-ni istifadə edərdik. Hə, buraydı deyəsən. Networkdə qalmayıb. Buradan da göndərilən onsuz requestlər var. Eyni qaydada brauzerdə necə baxırdıqsa. Hamısını buradan izləyə bilərik. Götürdük okey bunu. Gəldik Insomnia'ya. Atdıq bura. Buradan payloadda bilirdik ki, request nə göndərmişiksə, bax buradakı hissə. İstər buradan götürə bilərik, sorry, çox yuxarı getdi. Buradan istəyirsənsə buradan götürüb sağ düyməni vurdum, copy obyekt elədim. Gəldim, bax artıq bunun belə tipini dəyişməmiz lazımdır postu. Buradan keçirik body'yə, seçirik buradan JSON-ı, bunu yapışdırırıq və rahat bir şəkildə test edirik. Bunlar yəni sabah bir gün nə vaxt lazım olsa qalacaq. Nəysə new versiyası var, nəysə sonra verirsən. Bu şəkildə belə deyim qalacaq. Eyni qayda ilə Postman də uyğundur. Burada istəyirik ad da verə bilərik. Adbook olsun da buna. Ki sabah bilə bilək ki hansı bir şey istifadə edirik. Abi bir dənə söz desəm, koda qayda, hə koda qayıt bir dənə. Aysa. Aha. Bir dənə abi yuxarı çıx. Biraz yuxarı çıx. Biraz da. Yuxarıda, ən Hı. yuxarıda. Hmm. Ee, bir senden soracağım abi. Hı -hı. Sen burada bu metodları necə çağırırsan? Get by ID'dir, get objektlərdir. O metod çağırmaq üçün dəqiq sözüm, dəqiq fikrimlə. Dəmlə Dəqiq bir. abi nə ilə seçəcəm, qarışdıram deyir. Sən tamam tamam tamam. Hə sən listi bura bir yazıbsan da bir dənə şey listi bura yazıbsan ha. Hə, buradakı ortaq deyirsən. Çünki bu zaten konstruktorun içində mən doldurmuşam məlumatları. Burada doldurduğumsa konstruktor birinci çağrıldığına görə buradakı listəki məlumatlar əslində hər bir bütün API üçün belində öz qüvvəsində qalmış olur. Məsələn, bax, gəl hətta onu da buradan belə şey eləyək. New request, next request. Bu get iddə düzdür? Hə, get. Bayaqki post URL-imizi burası və burası. Burada ekstra bir şey göndərməmizə ehtiyac qalmayacaq. Deyəm, biz şey söndürdük application vardı. Run eləyək. Bunun da adını elə, nədir bu? Get all books. Endpoint'un adını qoyaq çıxalsın burada. Run oldusa biz çağıra bilərik. Hə, run olan oxşayır. Mən təkrar request göndərək. Hə, bax burada məlumat. Yəni, bu şəkildə normal çağıra bilirik. Niyə görə? Çünki bax, belirliyini göstərəcəm sizə. Hə, request backend'ə gedəndə bax, birinci konstruktor çağırılır axı. Konstruktor çağırıldığına görə məlumatları doldurur. Biz də artıq ondan sonra bizim requestimiz gedir, bura çıxır. Eyni qayda var, posta da eynidir. Postu klik eləyəndə fikir ver, yenə də konstruktor birinci çağırılır. Abi sual gəldi bir dənə qəşəng. Aha. Bax, Aysə bir sən nəyə görə qarşıyın tutdum. Sən konstruktoru burada doldurubsan da, yox? Konstruktorun içində həlli siyahıya element əlavə edir. Aysa. Amma götürsəydin bu klasın ayrı olsaydı sənin, bu klasın ayrı olsaydı. Orada
sən o gərək şey verəsən də, necə deyim, sən implementasiya verəsən də gərək həmin o klasa. Həmin o klası Demək belə fikir. elə çağırmağı deyirsən, kənarda yazsan belə. Bilirsən nə deyim abi, mən nə deyim? Məlumatları gətirməyin yerini fərqli eləmək istəyirsən? Məlumatlar gətirmək yox, bax Hı? bu metodlar yazırsan ha, bu HTTP getdi, o birisi Aha. postu falan. O metodu çağırmaq üçün biz bilirik ki, bir dənə həmin o klasın bir şeyini yaradırıq, implement şey yaradırıq. Elə bir ondan bir dənə obyekt yaradırıq. Obyekt əgər konstruktorda nəsə olacaqsa, konstruktor nəsə ötürməliyik. Ondan sonra bu metod çağırılacaq. Hə, normalda başqa klass istifadə eləsə, bəli. Bəli, bəli, elə olur. Amma burada sən bilirsən nə fikrimdir? Məsələn üçün tutalım ki, hər hansı bir klassdır. Məsələn, bu klassdır da tutalım ki, Aha. ayrıca bir yerdə yazıbsan, Aha, doğru. ayrıca bir yerdə yazır. Onun da şeyləri var, propertiləri var. Həmin o propertilərdə istəyirsən ki, həmin o klassa uyğun, bilirsən nəyə gəlib çıxmaq istəyirəm? Dependence injection-a gəlib çıxmaq istəyirəm. Ona görə deyirəm. Onun elə bir həm necə izah edeyim bilmirəm. Hə, sən belə eləyə bilərsən də. Məsələn, deyirsən ki, e, buradakı bax, parametr olan konstruktoru var. Bu fərz eləyək ki, bu klassdan yox, başqa bir dənə book X, nə bilim, book Y deyə bir klassımız var. Oradan gələcək bütün məlumatlarımız. Oradakı Ay sağ ol. məlumatları necə gedib çağır gətirəcəyik? Məsələn, gəl elə deyən elə demişkən eləyək də. Məsələn, gəl burada bir Amma dənə. bir də sözdəm abi, burada bu klass burada olduğuna görə sən eləyirsən də, list kimi eləyirsən, ona görə burada deyə ona ehtiyacın olmur. Mən elə başa düşdüm. Hə, yes, ona görə. Siyahı. Buradadırsa, yəni ona görə ehtiyacın olmursa. Məsələn, istəyirsən ki, nə bilim, book data deyə bir klass yaradaq. İndi gəl elə həmin şeyləri burasına paraleldə də köçürək. Bizə lazım olacaq, məsələn, fərz eləyək belə bir şey. Onun adını book data qoyaq. Klassımız hardaydı? Hardaydı, hardaydı? Bu klassımız hardaydı bu arada? Ha, kənarda yaratmışıqsa problem olmamalı. Onu da elə buradan bir əlavə eləsək söz gələcək. Hə, digər application'mış. Okay, problem yox. Gəldi. İndi bax sən istəyirsən ki, biz qaydaq buka. Bunları buradan silək. Oradan məlumatları gətirək, listə yığaq. Bəli, bəli, bəli. Hə, onun üçün onda gərək belə eləyək. Məsələn, normal olmasa da new eləməliyik. Book data eləməmiz lazımdır. Bir saniyə, book data. Bundan bir dənə element yaratmalıyıq. Ondan sonra bunun içində olan public deyildi o. Hə, bu arada bu public deyil çağıra bilməyəcək. Onda gərək belə eləyək. Gəl elə buradan qaytaraq görək bu şəkildə qayıtması lazımdır. Düzdür, qayıtdıq indi geriyə. Buradan get list eləsək. Bu şəkildə sinəba yaza bilər. Buradakı hissə bilirsən də, normalda mən məsələn belə yaza bilərdim də. Book yazardım belə. New book, sorry. Book yox, elə book data deyə adlar qarışmasın. New yazardım. Book datanı bu şəkildə yazaram. Mənimsətmə eləyərəm. Ondan sonra istəyərdim belə yazardım. Normal bildiyimiz insan çağırma öyrənir. Ya da elə bunun qısa bu şəkildə də onu istifadə edə bilirəm də. Ardıcıllıq şəkildə gedir onsuz əməliyyatlar burada. Onu elə də eləyə bilərdim, belədir. Məsələn, bu şəkildə gəl yoxlayaq. Düzdür, siyahımızda heç bir data yoxdur ki. Təkrardan çalışdıraq. Run olsun görək. Hə, indi məsələn, nə var burada? Lap elə geti çağıraq. Hə, breakpointimize bax düşdü. Gəlir buradan. Bax, əməliyyat tarzını görməsi F11-ə vururuq. Gəlir bura. Bunun konstruktorunda siyahının dataları əlavə eləyir. Sonra gəlir bura. Buradan listi qaytarır. Bax, fikir ver, mənimsətməni elədi buramız. İndi F5-i də qaytarsa, bax, yenə eyni nəticəni görmüş olur. Bildiyin necə işlədi bura? Abi mən istədiyim o Hə, dedidir. bu Bilirsən deyil. nə deyirdim? Ona baxıb deyərəm, biraz nəsə ya qarışdırdım, ya şey eləyirəm.
Nəsə. Sən imin istəyirsən ki, dependensiya olsun. Eee, bir dəqiqə abi, bir fikirləşim. Bu oldu, gəldik ora. Oradan sonra dependence. Bax, baxaram ona, yenə təzədən baxaram. İndi burada mən fikrimi toparlayan mənim biraz. Hı. Ona görə mən deyərəm sənə. Buradakı isə okeydir, yəqin ki, məncə problemli olmaz. Normal. Aha, okeydir, 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 okeydir. Ha, bunu da lap qısa şəkildə saxlayaq. Heç bizə ehtiyac deyil, yəni yaddaşda bunu Okeydir. bu şəkildə eləyə bilərik. Yəni başqa bunu belə. Sonra əgər istəsə, hətta bax, bayaq dediyim kimi məsələn update məsələmiz var idi də. Update eləmək üçün gəl burada qeyd eləyək. Update bilirdən var olan bir şeyi belində nədir? Adını qarışdırdım update bizimdə. Dəyişmək də, hə, dəyişmək. Var olan datanın hər hansısa bir şeyin dəyişmək. Burada iki dənə versiya var update üçün. Biri var put var, biri də var bax patch var. Bu normal bildiyimiz sorry HTTP metodlardan söhbət gedir. Arada bir dənə fərq var. Nədir? Put olan nədir? Məsələn, bizim neçə datamız var bookun içərisində? Bir 4 dənə datamız var. Məlumatı əgər update eləyəcəksə, biz bilməliyik ki, hansı məlumatı update eləyəcəyik. Bu adətən birinci belində ID sütununun nömrə unique olacaq bir property olur da ki, digər dataları update eləməyək də, bizə hansı data lazımdırsa onu. O, belə deməli, update-də onda deməli bu iştirak eləmir, dəyişiklik olmayacaq böyük ehtimal. Düzdür, ola da bilər o ayrı məsələ, amma əksərən olmur. Çünki bunun əsasında biz məlumat gedib tapıb onu belində update eləyirik. Və başlayacağıq digər propertiləri. Əgər burada sadəcə bir dənə propertini biz update eləyəcəksə, cari anda bir dənəsi. Onda patch istifadə eləyirik. Patch. Amma desək ki, bir neçəsini istifadə eləyəcəyik və yaxud da çoxunu eləyəcəyik, o halda put eləyəcəyik. Sonra burada bir belə bir şey deyim. Bu hökm deyil, biri olsun. Yəni ikisi də ola bilər. Yəni full məlumatlar update eləyəcəksə belə yanaşaq, putla yazacağıq. Bəzi məlumatlar eləyəcəksə patch ilə yazacağıq. Əslində belə arada və fərqi yoxdur. Bunu yəni belə deyim də bax. Bir saniyəcə bunu clear eləyək. Clear eləyək. Gəlib qayıdaq bura. Biz burada bir dəqiqə buka qayıdırıq. Biz burada deyirik ki, məsəl üçün məlumat update eləyəcəyik də. Bunu hətta postla belə yaza bilərik. Prosta ki, yəni dediyim kimi də qanunluq olsun deyənə və bizim yazdığımız kodu da və yaxud da API-də də gələn tez başa düşsün ki, yəni burada nə etmək istəmişəm. Put yazıbsa, oje artıq beynində canlanır ki, mən bütün məlumatları göndərəcəm, hər şey dəyişiləcək, update olunacaq. Patch olursa 1-2 məlumat, 3 məlumat, indi baxır da situasiyaya. Onu bilir. Sonra məsələn postdursa bu bilir ki, ya artıq bu 100% save eləyəcəkdir. Verilənlər bazasında necə save eləyəcək. Yəni ilkin məlumat vermək üçün də. Yəni mən sənin gəlib Swagger açıb baxanda görüm ki, getsə vəsiyo. Yəni ekstra bir şey yox, məlumat əldə edəcəm. Postdur, ha, əla. Deməli save eləyəcəm. Yəni zəng eləyim səndən soruşum, ay Kirəm, burada nə yazmısan? Burada görürsən save-mi olur, nə filan olur, bəs məkan olur. Onu bir saat sənin belə deyim də zamanı almaq əvəzinə bu artıq bilir ki, orada postsa budur. Standartda da belə deyim. Okey, indi bax gəlirik eyni qayda ilə. Public deyirik. Neyniyəcəyik? Əgər geriyə bir məlumat qaytarmaq istəsək, hətta qəbul eləyək. Update elədiyimiz elə book məlumatını qaytararıq. Ad uyğunluq baxımından elə bunu da sorry put eləyək. İndi update eləyənə eləyə fərq eləmir də. Okey. İndi bax puta biz məlumat göndərməliyik ki, qardaş sən nəyi dəyişəcəksən? Bir struktur əslində bu postla aşağı-yuxarı eyni məntiqdir. Bax bu qaydada yaza bilərik. Bu açar söz onsuz da ümumidə bilirik. Bodydən oxumağa işə yarayır. Biz buna təkrardan sonra book məlumatlarını göndərəcəyik və burada da yenə book yazırıq. Okey, bu götürdüm. İndi bunun üzərinə də bayaq dediyimiz kimi bütün məlumatları dəyişəcəyik, yəni HTTP put yazırıq. URL listədə istəsək, nə bilim, putda qeyd edə bilərik bu şəkildə və s. Sonra keçirik buradan inirik. Bizim gələcək ki, bax, həmin bu bookun içində aid olacaq. Deyirik burada qardaş var. Book elə. Sorry, book yox. Daha doğrusu belirlərik. Old book. Başlayırıq bizim siyahımızın içində. Nöqtə deyirik ki, first or default hansı ki bizim bu göndərdiyimiz ID-yə bərabər olsun. Burada bir dənə yoxlama da işi həyata keçirək. Gəl bax belə bir şey yazaq. Deyək ki, old book, hə, lap təklif elədi bizi.
Nul deyilsə və yaxud bax deyək ki, əgər nula bərabərdirsə, sənə ekrana məlumatı bu şəkildə yazıraq. Boş book göndər. Ya da yox, bizə dəqiqə. Hə, hətta ki xəta çıxardaq vəbşi. True eləyək. True, new, exception. Yəni Hə, true. deyirsən ki, yəni olmasa da Yoxdur. birdən. Nice. Birdən yoxdur. Not found qaytaraq geriyə. Exception olaraq qaytaraq. Bunun sonra birini yaxşılaşdıra bilərik. İkinci else yazmağa ehtiyac yoxdur. Çünki bu bilirik ki, bu şərt ödənilsə tak buradan çıxacaq. Ödənməsə girmədiyinə görə bizim şərt blokumuz işləyəcək. Else yazmağa ehtiyac yoxdur. Okey, indi tapdıq oldbook'u. Başlayırıq oldbook'un nöqtə nəyi var? Name'i var idi səhvləmiz, düzdür? Yazırıq book'un içərisindəki name. Bir saniyə, bu niyə belə elədik bizə? Deyir ki, book can only be assigned. Bir saniyə. Sorry. Bu record type deyil. İşimizi bizə əngəlləyəcək. Gəl belə eləyək onda. Konstruktor məntiqi ilə bunu mütləq ki verək. Bir saniyə. Onda bərabərdir new book. Bu qayda ilə verək keçsin də. Onsuz ID-si elə hər ehtimala belə də eləyə bilərik. Sonraki məlumatlarında yazaq. Book. Book'un içərisindəki name'dir. Sonra book'un içərisindəki nə idi? Növbəti property author idi. İstəyərik book'un içərisindəki adı nə idi? Is new net sanlı. Okey. Bu şəkildə düzəliş elədik. Ondan sonra da qaytararıq. Lap hətta gəl belə eləyək. Siyahımızı qaytaraq ki, aradakı əlaqəndə görək. Gəl bunu bura əlavə eləyək. Bunu da götürək. Bunu. Okey. Bu oldu putumuz. Bir run eləyək. İndi burada sanki açılsaydı. Bax, bir rəng dəyişikliyi görsən, getdi put əməliyyatı. Try to out eləyirik. Bura ağzımıza gələn məsəl üçün 85 yazırıq. Heç bu fikirlərə dəymədən bax, xəta almamız lazımdır. Gördün, bax, burada xəta fırlatdı. Biz də burada bax, nə aldıq? Gördün, xəta aldıq. İndi nə xətamız varsa hər birini belə fırlat. İndi ikinci istəyərik, bir dənə gözlə bu siyahımızda görək nələr yer alıb heç fikrimdən çıxmıyor. Üçüncünü məsələn gəl dəyişmək istəyirik. Qaydırıq bura, deyirik ki, üçüncü. Elə üçüncünü burada nə yazılır?